Qadın özünü nə vaxt tam hiss edir? Münasibətdə, özünü seçəndə, yoxsa seviləndə? Təbii ki, pulu çox olanda. Uc zarafat idi. Estetik baxım xanımların daxilinə necə təsir edir? Bəs küsmək, amma gizlindən profilinə baxmaq, hamını sevindirib özünü unutmaq. Ümumiyyətlə sevginin neçə dili var? Əslində biz hamımız sevilmək istəyirik, sadəcə olaraq sevgi dillərimiz fərqlidir. Hörmətli qonağımız Çinarə Gözdə sizi Laqres Estetik Mərkəzinin Podcast Experience layihəsinə dəvət etdiyimizi məmnuniyyətlə bildiririk. Bu podkast layihəsinin əsas məqsədi reklam xarakteri daşımadan qadın enerjisi, qadın psixologiyası, münasibətlər, bədən, şuuraltı əlaqəsi və özünə dəyər mövzularında səmimi, real, maarifləndirici bir söhbət yaratmaqdır. Məzmun daha çox emosional tanınma və sosial paylaşım formatında planlaşdırılır. Çinarə xanım, sevilmək üçün kim olmalıyıq? Salam Fəridə xanım, mən də sizi və izləyicilərinizi salamlayıram. Sevilmək üçün ilk öncə qadın özü olmalıdır. İstər qadın, istər bəy. Ümumiyyətlə mən tək ayırmağı sevmirəm, qadın və yaxud da kişi. Yəni qadın və bəy hər bir halda sevilmək üçün insan özü olması lazımdır. Qadınlar niyə sevilmək üçün dəyişir, susur, özünü azaldır? Bunlar təbii ki, sevilmə ehtiyacımız olduğu üçün yaranır. Yəni şüursuzluğumuzda yatan sevgisizliklə əlaqəlidir. Sadəcə olaraq hər bir qadın və bəy bilməlidir ki, sevilmək üçün kiçilmək, sevilmək üçün dəyərsizliyini göstərmək deyil, özünə dəyər verərək daha düzgün şəkildə sevilə bilirik. Özünə dəyər verən qadın niyə daha çox sevilir? Özünə dəyər verən qadın sərhədlərini bilir və sərhədimizi bildiyimiz halda istər-istəməz qarşı tərəfə daha cəzbedici, daha çəkici və daxili aləminin üstün olduğunun mesajını veririk. Yəni bu təbii ki, enerji olaraq ötürürük bunu. Bəs bu zaman qadın öz dəyərini necə hiss edir? Necə hiss edir ki, özünə dəyər verir artıq? Qadın tam olduqda zaten, özlüyündə tam olduqda bu belə deyim, avtomatik şəkildə baş verir. İstəsə də, istəməsə də. Yəni biz özümüzə sərhəd qoyarkən fikirləşmirik ki, bu münasibətdə özümə sərhəd qoymalıyam. Məsələn də belə deyək, əgər qadın və kişi arasında deyək ki, qadının geyiminə qarşılırsa orada, məsələn qadın özünü əvvəldən o münasibətdə elə necə deyim formada aparmalıdır ki, yəni ona ümumiyyətlə o sərhəd qoyulmamalıdır. Yəni bu da daxili tamlıqdan irəli gəlir. Biz nə qədər daxilən əksiksə, bu da təbii ki, psixoloji problemlərdir. Uşaqlıqdan gələn travmalarla əlaqəlidir ki, biz özümüzü dəyərsiz görür, bilirik, sevgisiz. Biz bunu almadığımıza görə, belə deyim də valideynlərimizdən. Ona görə də qarşı tərəfdən bu sevgini almaq üçün elə düşünürük ki, biz kiçilsək, biz daha çox dəyər versək, bu zaman daha çox sevgi alacağıq. Amma bu əksinə baş verir. Yəni nə qədər özünüzü sevirsinizsə, o qədər də sizi sevirlər. Gözəllik susur, enerji danışır. Estetik baxım xanımların daxilinə necə təsir edir? Təbii ki, bir qadın görünüşündən nə qədər razı olarsa, yəni biz aynaya baxanda özümüzü gözəl görürüksə, bu təbii ki, bizdə daxili enerjini artırır. Sadəcə olaraq bu bizim estetik anlayışımız, ümumiyyətlə geyim keçim, ümumiyyətlə görünüş anlayışımız bizim bunlar da daxildə yaranan bir şeydir. Yəni bunlar bizi qısa bir müddət sevindirə bilir. Yenə də daxili ehtiyacımız, sevgi ehtiyacımız bizim özümüzdə tam olmalıdır. Yəni biz düşünməliyik ki, bunu bizi qarşı tərəf doldurmayacaq. Bunu biz özümüz dolduracağıq özümüzdə ki, qarşı tərəfdən də həmin sevgini rahat şəkildə ala bilək. Xarici dəyişiklik daxili enerjiyə təsir edirmi? Xarici, yenə dediyim kimi, xarici dəyişiklik daxilə belə deyim də təsir edir. Ancaq o da bir müddətdir. Bir müddətdir. Yəni əsas mənəviyyat, daxil, dərindən təmizlənmə, dərindən o öz dəyəri, öz güvəni almaq lazımdır. Qadın özünü nə vaxt tam hiss edir? Münasibətdə, özünü seçəndə, yoxsa seviləndə? Qadın özünü nə vaxt tam hiss edir? Təbii ki, pulu çox olanda. Uc zarafat idi.
Qadın özünü nə vaxt tam hiss edir? Nə vaxt ki seçiləndə, dəyər görəndə. Nə zaman ki qadın Mən sizə dəyər 3 görür. variant verdim. Özünü seçəndə, seviləndə və münasibətdə. Bunların əslində hamısı bir nöqtəyə gəlib çıxır. Çünki qadın özünü seçəndə zaten digərləri avtomatik baş verir. Yəni biz özümüz seçdiyimizdə dəyərimizi də artıqlaması ilə almış oluruq, sevildiyimizi də görürük. Yəni hər şey bizim özümüzdən başlayır. Biz nə qədər özümüzlə, yenə dediyim bu tamlığa Dünyanın gəlib çıxır. mərkəzinə özümüzü qoymaq. Özümüz qoymalıyıq. Yəni insanlar deyən anlayışına mən heç vaxt razılaşmıram. Bir insan var. Yəni tək özümüz varıq. Tək şəxsik. Yəni belə deyim də kainatın anlayışında insanlar olaraq qeyd olunmur da. Kainatda bir nəfər fərd var. Məsəl üçün siz dua eləyəndə, siz nəyisə istəyəndə tək özünüz üçün istəyirsiniz. Yəni öncə özümüz olmalıyıq ki, biz ətrafa da xoşbəxtlik yaya bilək, biz o sevgini də verə bilək. Şuuraltı davranışlarla bağlı kiçik bir oyun kimi keçirtmək istəyirəm sizinlə və bir sualım var ki, bəzi tip xanımlar var. Bu nəyə bağlanır da? Mesaj yazıb sonra pozmaq. Sizcə bu daxildə hansı problemdir? Mesaj yazıb sonra pozmaq rədd edilmək qorxusudur. Yəni gedirik psixoloji travmalarımıza dayanırıq. Mesaj yazırıq, fikirləşirik ki, bizə cavab verməzsə, ya özünü pis hiss elətdirər. Çünki nə qədər ki həmişə münasibətlərdə problem nədən yaranır? Gözləyirik ki, biz ayrılırıq, gözləyirik qarşı tərəf addım atsın. Niyə görə özümüz ata bilmirik? Çünki özgüvənimiz zəifdir, özümüzə inanmırıq. Burada təbii ki, rədd edilmə qorxusu ən başlıca səbəbdir. Bəs küsmək, amma gizlindən profilinə baxmaq. İtirmək istəmirsiniz, amma ki buraxa da bilmirsiniz də. Yəni o buraxmamağın əsas səbəbi ki, yəni buraxa bilməməkdir. Bəs mən yaxşıyam deyib sonra yastıqda ağlamaq. Bu özünü güclü göstərmək istəyidir ki, qarşı tərəf məni güclü görsün, mən bütün problemlərimi özümü həll edərəm. Əsasən bu özü tək başına bütün problemlərini həll etmiş xanımlar və yaxud da bəylərə aid olur. Hamını sevindirib özünü unutmaq. Bu da dəyərsizlik, psixoloji olaraq dəyərsizlikdən irəli gəlir. Çünki insanlar fikirləşirlər ki, çox dəyər verməklə sevgi qazanacaqlar. Əslində bu belə deyil. Biz nə qədər dəyər veririksə, belə deyim də, həmişə biz insanlarla münasibətdə gərək balansımızı qoruyaq. İstir dəyərdə olsun, istir sevgidə olsun, istir, yəni hər bir mövzuda nə qədər balansı, tarazlığı saxlasaq, yəni bu daha çox bizi xoşbəxt edəcək. Təşəkkür edirəm dəyərli fikirləriniz üçün. Mən təşəkkür edirəm. Ümumiyyətlə sevginin neçə dili var? Sevgili dilləri fərqlidir. Yəni mən deyəcəm ki, 5 dili var, 10 dili var. Təbii ki, bu düzgün bir qərar olmayacaq. Çünki hər insanın öz sevgi dili var. İnsan var ki, emosional duyğuları daha basqındır. O insana emosional ifadələr etdikdə, kişi belə deyək də, qadınla bəy götürəndə, o insan daha çox xoşbəxt olur. Qadın var ki, daha çox pul xərclənəndə xoşbəxt olur. Qadın var ki, sevgisini hərəkətdə bildirəndə xoşbəxt olur. Yəni burada fərqlidir dillər. Sadəcə olaraq hər kəs öz dilinə uyğun, sevgi dilinə uyğun insan tapmalıdır. Əslində bəlkə də bilərsiniz, Gary Chapman'ın bir kitabı var, Sevginin 5 dili. Orada 5 növ insandan danışır. Biri təsdiqləyici sözlər, hədiyyələr alanlar, hədiyyə sevənlər, xidməti sevənlər, fiziki toxunuşu, bunun hər şey daxildir də. Həm yataq, həm gündəlik münasibətlərdə fiziki toxunuşla sevgini alanlar və keyfiyyətli zaman keçirdən cütlüklərdən gedir söhbət. Yəni siz də əslində bunu vurğuladınız ki, bölürsünüz ki, hər insan individualdır, hər insan fərqlidir. Doğrudur. Əslində biz hamımız sevilmək istəyirik, sadəcə olaraq sevgi dillərimiz fərqlidir. Qadın və kişi sevgini niyə fərqli göstərir? Qadın ümumiyyətlə belə götürülür ki, emosional varlıqdır.
Ancaq kişidə bunlar daha çox biz bilirik ki, qadınlar emosiyaları ilə hərəkət edirlər, kişilər daha çox məntiqsel hərəkət edirlər. Ona görə bizim sevgi dillərimiz fərqlidir. Qadın nəvaziş istəyir, qayğı istəyir. Kişi bunu qadının göstərməyi kişiyə bu tam fərqli tərəfdən olur. Məsələn, qadın deyir ki, kişi mənə sevgisini göstərsin. Ya hərəkətlərlə göstərsin. Amma kişinin də qadına özünə məxsusluğu ilə bildirir ki, yəni mənə göstərsin. Bunlar fərqli. Biz kişi və qadın olaraq qadınlar deyir ki, məni sevmir, elə olduğunu düşünür, amma kişi düşünür ki, xeyr, sevirəm. Bəli, düzdür. Çünki qadın və kişi beyni ikisi də fərqli formada işləyir. İletişim problemi ola bilər, əlaqə bir-birlərinə deyə bilmirlər bunu. İletişim problemindən çox burada hər kəs özünə uyğun sevgini tapmaq problemidir. Yəni o dediyimiz dil, sevgi dili problemidir. Yəni bəzən belə olur ki, insanın görünüşünə, bəzi bir-iki xassiyyətinə vurulur ya qızlar və yaxud da ya oğlanlar, fərqi yoxdur. Sadəcə olaraq burada bir problem var ki, insanlar iletişim, münasibət necə gedir? Bir-birlərini anlaya bilirlərmi? Bir-birlərinə sevgini eyni yöndən verə bilirlərmi? Yəni qadın kişiyə uyğun, kişi də qadına uyğun sevgini verə bilirmi? Yəni əksər hallarda bu belə olmur. Yəni belə deyim də ilk öncə xoşlanma, belə deyim, türklər demiş, başlayır. Münasibətin içində görürlər ki, yox, əslində bir-birlərinə heç uyğun insanlar deyil. Yəni ona görə də öz sevgi dilimizə uyğun insan seçməliyik. Əsl qadın olmaq üçün bizə 3 resept desəniz, hansılar olardı? Əsl qadın olmağımız üçün daxili tamlığımız mütləqdir. Təbii ki, bütün xanımlara aid eləmək olar baxımın, bir də daxili zənginliyimiz. Daxili zənginliyimiz, yəni bir çox insanlar, belə deyim də, bugünkü gündə bilirsiniz ki, çox məşhurdur dişil enerji artırmağı. Bu zaten bütün qadınlar dişildir. Yəni bunu artırmaq üçün xüsusi metodikalardan istifadə etmək lazım deyil. Yəni bol su içməkdir. Bunların yanlış olduğunu demirəm. Sadəcə olaraq bizim cəmiyyət olaraq inanclarımız, bir inancımız var da, belə deyim. Bunlar hamısı yeni kuantum psixologiyasına dayanır. Yəni yeni bir şeylərdə də çıxır və bizim bəlkə də əsr keçəcək ki, biz bunları anında həyata keçirtməyimiz üçün, məsəl üçün deyək ki, dişilliyimizi artırmaq üçün biz duzlu sudan istifadə edirik və yaxud da biz bol su içirik, rəqs edirik. Bunlar dişilliyi artırmaq üçün biz bunu edəcəyik və həmin anda dişillik artacaq. Belə bir şey deyil. Bu o demək deyil ki, bütün bunlar yanlışdır. Xeyr, doğrudur. Sadəcə olaraq biz bu inanclar da böyüməmişik. Ona görə də ilkin olaraq mən məsləhət görürəm ki, çoxlu kitablar oxumağı, daxili zənginliyimizi ilk öncə artırmalıyıq. Yəni məntiqimizi daha çox işlətmək. Nəyə görə eləyirik, bunun cavabını tapmalıyıq ilk öncə. Ki biz də sevgi gözləyirik qarşıdan. Ancaq bunu niyə biz bu qədər sevgi gözləyirik? Məsəl üçün elə insan var ki, sevgidə doyumsuzdur. Bunun məntiqsel təbii ki, açıqlaması psixologiyaya gedib dayanır ki, uşaqlıqdan gələn sevginin yetərsiz olmasından biz qarşı tərəfə çox yüklənirik. Qarşı tərəf yetəri qədər verir sevgini. Sadəcə biz doymuruq. Hər şey uşaqlığa bağlıdır da. Hər bir bizim bütün psixoloji travmalarımız gedir uşaqlığa dayanır və ola bilər siz həyatda, gündəlik işdə, gündəlik yaşantınızda belə deyim. Ola bilər ki, bəzi problemlər yarana bilər. Yəni bu uşaqlığa dayanmaya bilər. Ancaq bizim bu sevgidir, öz dəyərdir, tamlıqdır. Bütün yaş aralığı verə bilirsiniz? Yaş aralığı əsasən uşaqlıq və yetkinlik yaşında olan travmalar. 0-7. Hə. Bizim bu 0-7, hətta 17 yaş, 18 yaşa kimi olan travmalar daha dərin olur. Yəni onlar özünü göstərməyə başlayır. Uşaqlıqdan gələn travmalar, məsəl üçün 22-23 yaşından sonra özünü göstərməyə başlayır. Yetkinlik gələn travmalar. Ümumiyyətlə bir də mən sizə bir şey vurğulayım ki, yəni nə qədər ki özünüzdə bir problem gördükdə bizdə cəmiyyətdə problem bir də odur ki, biz heç vaxt özümüzü günahlandırmırıq və özümüzdə görmürük. Mən insanlara günahlıq psixologiyasını günahlandırmaq psixologiyasını yükləmirəm. Sadəcə olaraq ilk öncə özümüzü görməliyik. Yəni biz bilməliyik ki, bizim elədiyimiz hərəkətin qarşılığını biz alırıq. Yəni biz sevgini verməyə bacarmalıyıq ki, sevgini də qəbul eləyə bilək. Yəni buna görə də təbii ki, uşaqlıq travmalarımızda, psixologiyalardır, terapiyalardır. Yəni bunlardan istifadə et, bunlara yönəlmək lazımdır daha doğrusu. Yəni biz
biz bu gün gedək bizim daxili travmamız var, problemimiz var. Biz gedək bu gün dişil enerjimizi artıraq. Nə qədər artırsa, siz 1 ayda artırsanız, 2 ayda artırsanız, bu sizə yetərli. Hə, bu sizə yetərli olmayacaq. Yenə gedib dayanacaq sizdə hər hansısa bir problemlərə. Ona görə də daxili zənginliyimiz çox önəmlidir və bunun tamlığı hardan gəlir, bunu araşdırıb tapmaq lazımdır. La Grace'in logosu bilirsiniz də ilandır. Bir çox xanım ora gələndə bizdən soruşur. Mən sizin də fikrinizi bilmək istəyirəm, maraqlıdır. Sizcə biz onu xanımları təmsil olaraq qoymuşuq ki, hər bir xanım bir ilandır. Hətta belə bir videomuz da var. Sizcə həqiqətən elədirmi? Siz nə düşünürsüz? Təbii ki, belə deyil. Sadəcə qadınlar çox ağıllıdırlar. Qadınların ağılların tam istifadə eləməkləri təhlükəlidir. Mən həmişə bir şey deyirəm ki, nə yaxşı ki, Allah Taala insanları yaradarkən duyğusal emosionallığı, duyğusallığı qadınlara veriblər. Hə. Çünki bəli, qadın ağlı qorxudur. Bəli, qorxuludur. Qadın ağlı qorxuludur, amma belə deyim də o quyruğunu tapdamamaq deyirik biz el arasında. Hə. Belə bir məsələdir. Yəni siz zaten qadına 1 verirsiniz, qadın sizə hər şey 2 verir. Yəni o qədər empati duyğusu yüksəkdir. Yəni təbiət belə ana deyirik biz, təbiət belə qadındır. Yəni bu qadın ilan belə deyim də ikisinin yan-yana gəlməsi, yəni xoş bir deyim deyil də belə deyim. Əslində bizim məqsədimiz orada qadının ilanın gözəlliyində vurğulayırıq. Zərafəti, incəliyi, göz oxşayıcı, yəni hər bir yaradılan hər bir varlığın təbii ki öz gözəlliyi var, amma ilanda xüsusi bir şarm deyim də, xüsusi bir cazibə var. Biz də buna simvolizə edərək ilanı düşünmüşük və təbii ki onun zəhəri hər bir qadının da daxilində olan o qaranlıq tərəfi də, yəni ki onu simvolizə edirik. Təbii ki onu çıxartmasınlar. Çıxarılmamalıdır üzə. Amma var da, bunu da qorxuducu cazibə var, bəli. O da qorxuducu cazibə. Həm gözəllik, belə düşünün də, bir varlıqda ki, həm gözəllik var, həm ağıl var, həm cazibə var, həm enerji çox müdrik bir görüntüdür. Hə, həm enerji çox böyükdür burada. Yəni belə olan halda razılaşırıq. Təşəkkür edirik Çinarə xanım. Sizin iştirakınız bu layihə üçün çox dəyərlidir və qadınların gücünü, enerjisini və dəyərini göstərmək baxımından mühüm rol oynayır. Mən təşəkkür edirəm Fərdə xanım, həm sizə, həm La Grace'in rəhbərliyi Nigar xanıma dərin təşəkkürlüyümü bildirirəm. Dəvətiniz üçün çox sağ olun.